Değerli izleyiciler, hamını salamlayıram. Budur bizim növbəti gün və növbəti tıraş videomuz. Bugünkü tıraş videonun səbəbkarları. Birinci növbədə tez bir zaman mən heç üzümü hazırlanmadım. Neyək? Praraso Presheyev tez bir zamanda üzümüzə rahat, çünki bir günlük saqqaldı, biraz qoruyucu nəyimizsə olsun. Bugün bizdə yeniliklər var. Bəziləri yeni deyil, bəziləri artıq olur bizim kanalda. Budur, məncə hazıram. Hazırdır. Tez bir zamanda əllərimi yuyum. Və yoldaşlar, başlayaq fırçadan. Bir sekund. Fırçamız olacaq. Deməli, belə bir fırçadır, Yagi şirkətdən. Deməli, səhv etmirəmsə 26 milli nodun diametridir. Kifayət qədər böyük, belə top effekti verir. Üzünüzdə gəzdirəndə sintetikdir, çox gözəldir. Əslində bu, belə deyək, düşmüşdür. Əslində deməli, bu sintetik fırçalara öncədən islatma falan belə bu kimi belə deyək, prosedurlara ehtiyac yoxdur, amma hər halda edək bunu. Sonra sabun olacaq bizdə Barbershop və mən birbaşa qabdan götürəcəyim. Bu dəfə talovdur. Çox qəşəng, amma yenə də içindən götürəcəyim sabunu. Ona görə də biz bunu öncədən azca belə isladaq. Üstünü ki, biraz özünə hoptursun. Budur, islatdıq. Sonra həmin bu müəssisəyə aid olan Sterling müəssisəsi, Sterling deyirik biz rus sayağı. Budur, həmin o Barbershop. Deməli, Aftershave Splash'dir. Heç ağzı açılmayıb, tez bir zamanda bunu çalışaq, açaq. Ki, sonra buna vaxt itirməmək üçün. Hazır. Atdıq qırağa, qoyduq qırağa. Və krem Aftershave olacaq belə Svoboda, deməli Moskva, Rusiyada istehsal olunmuş belə bir krem Aftershave. F vitamini ilədir, yəni ki, dəriyə sağaldıcı effekti verir. Və tiyə olaraq olacaq bizdə yoldaşlar Derby Usta birinci istifadədə. Niyə görə derbini götürdüm? Derbi biraz üzə qarşı, belə deyək, biraz minimum zədə yetirir ona görə. Üz qırxanımız isə DS Cosmetic'dən təzə əldə etdiyim kifayət qədər uzun sapı var, belə qəşəng. Və oxşadıblar Wolfman'ın deməli üz qırxanına. Bu üz qırxanın özəlliyi nədədir yoldaşlar? Siz yarısını da qoya bilərsiniz. Hansısa tiyənin. Burada bu stopperlər var. Ayrı bir video var idi. Bunun qutudan açma videosu. Və mən tez bir zamanda buna tiyəni yerləşdirim. Deməli, 3 plitə var. Mən birinci plitəni götürdüm. O nömrələr çox belə zəif və keyfiyyətsiz yazılıb. Seçmək çətindir hansıdır. Amma yəni seçdim, bir nömrəni götürdüm. Yəni ki, ən aşağı aqressiyada olan. Derbi tiyələr birinci istifadədə yoldaşlar. Ümid edirəm bizim tıraşımız yaxşı alınar. Budur. 4 nöqtə. Gördüyünüz kimi görürsünüz, bunu deyirdim. Belə stopperlər var. Tiyə düşür bunların arasına. Beləliklə fiksə olunur. Və üstündən də qapaqla sıxılır. Qapaq deyirəm, plitə ilə. Ona görə biz bir tərəfi də sala bilərik. Bir dəfə belə bir sınaqda keçirtmək lazımdır. Budur. Sıxırıq. Və gələnçinə son dəfə parmağımı kəsmişəm. O qıraqlardan tiyə ümumiyyətlə çıxmır. Budur. Belə. Deməli, başlayan yoldaşlar, sabunu azca da olsa belə islatdıq. Suyunu süzürük bura, bizim bu Yagi qabına həmişə istifadə etdiyimiz və fırçanı sıxırıq.
fırçanı sıxırıq ki, sabunu yığaq bunun fırçanın canına. Sabun təzədir. Yəni ki, bir həftə var ki almışam. Kargo şirkətindən, Amerikadan alınıb. Sterling USA idi mi? Bildiyim qədər, hə. Yəni yalancı çıxmayayım. Kaş belə balaca bir fırça götürər. Bu çox iridir, götürməyə heç də belə deyil. Budur. Məncə kifayətdir. Və başlayaq köpükləndirməyə sabunu. Qabımızda. Sterling deməli sabunların belə özəlliyi var. Deməli belə deyək, mən onu yaxşı adlandırmazdım. Yəni tez bir zamanda yatırlar. Yəni köpük tez yatır. Üstəgəl köpüyün belə deyək, sıxlığı yoxdur. Yəni ki, sizin üzünüzü qorusun falan. Beləliklə mən belə bir nəticəyə gəlirəm ki, Sterling sabunları istifadə edərkən, yəni ki, daha məqsədə uyğun olar ki, siz onları misal üçün hansısa bir belə deyək, çox yumşaq üz qırxan alətlərdə istifadə edəsiniz. Daha aqressiv və effektiv üz qırxanlara məncə yaramır bu sabun. Fırça superdir, yəni ki, belə əldə qalır, qarışdırıb belə köpükləndirmək üçün müqavimət göstərir. Fırça, yəni ki, köpük demək olar ki, artıq hazırdır, amma yenə də biraz qarışdırıram ki, sıxlığı artsın. Belə deyək, yəni bubble'lar krem kimi olsun sabun ümumilikdə. Budur, məncə hazırdır. Tez bir zamanda üzümü yaxalayıb qayıdıram yanınıza. İsti suyla, suyu açaq qoy isinsin. Budur bizim sabunumuz. Mikrofonu qısa bir zaman üçün çıxardıram. Üzümü yaxalayıb qayıdıram yanınıza. Budur, deməli, hazırıq. Köpüyü üzümüzə çəkək yoldaşlar. Qəşəng, klasik belə qoxu var. Sabun dediyim kimi, görürsünüz, tez yatır üzdə. Biraz vaxt aparacaq ki, mən bunu üzdə biraz da olsa qaydaya gətirə bilim. Biraz tabak qoxusu da gəldi arada. Yox, qoxu çox qəşəngdir. Çox qəşəng qoxu. Qoxu qurmanları olur, onlar üçündür bu qoxu sabunu. Yəni ki, müxtəlif belə deyək, bir neçə belə klasik qoxuların qarışığıdır deyək, necə deyək. Yəni çox xoşa gələn bir qoxudur. Məncə sabun köpüyü qəşəng yatır üzümüzə. Daşa başlaya bilərik. Bəli. Sabun qoxusuna söz ola bilməz. Çox qəşəng qoxu var yoldaşlar. Üz qırxanı biraz isidirəm ki, biraz isti olsun. Devam edirik yoldaşlar. Başlayırıq. Deməli, saqqalın yaşı bir gün. Dünənləri axırıncı dəfə üzümü qırxmışam. Sonra tiyələr Derby Usta birinci istifadədə. Üz qırxanımız deməli CS Cosmetica şirkətə məxsus olan üz qırxandır. Adı çox üzürlüsən yadımdan çıxdı, baxın deyim sizə. Və görək nə gəlir başımıza. Birinci bildədir. Bildiyim qədər
qəpləri kifayət qədər böyükdür. Sabun performansı hələ ki xoşuma gəlir və 140-an çox güman ki yumşaq 40-andır. İndi görək. Hələ tələsməyə birinci pərdədir. Böyümə istiqamətdə görək əks istiqamətdə necə göstərəcək özünü. Qonşular təmir edirlər. Ona görə təmir səsləri gələ bilər sizə də. Budur yoldaşlar, ikinci pərdə kifayət qədər hiss olunur deməli sapın ağırlığı. Deməli üstündə olan naxışa görə, yəni əlinizdə sürüşməməlidir. Amma fakt odur ki, yəni ki bu biraz sabunlandı, biraz belə deyək, nəmləndi əlləriniz. Azca da olsa o əlinizdə sürüşür sapı. Yəni biləsiz deyim. Deməli artıq yoldaşlar fikirlər var və mən tez bir zamanda üzümü yaxalayıb soyuq suyla, sərin suyla qaydıram yanınıza. Ümid edirəm videomuz davam edir çəkməyə, kamera bəli çəkir. Telefonla nəzarət edirəm çəkilişə yoldaşlar, təzə texnologiya davam edirik. Yoldaşlar, yanınızdayım mən. Deməli, AfterShave maraqlıdır, necə olacaq?
Yine bərk möhkəm bağlanıb. Əllərim sürüşür. Aha. Görün bu sabun nə qədər dozatör var. Ha. Uy, çox oldu. Splash'dir. Spirtli gəlir. Çox maraqlı. Adətən bu Sterling'də splashlarda qoxu indi açılmağa başladı. O spirti yetdi. Dediyim kimi yoldaşlar, qoxu qurmanlar üçün yəni ki tapıntıdır. Yəni həqiqətən qoxu belə necə deyim sizə, yəni ki konkret nədirsə bir qoxu deyil. Yəni müxtəlif belə notları tutursunuz qoxuların. Bir sözü çox xoşuma gəldi. Klassik arada çox gözəl belə tütün deməli qoxusu da var. Bir söz də xoşuma gəldi. Sabunun performansına görə deməli məncə deməli Sterling sabunları deməli birbaşa qabdan götürməyə daha məqsədə uyğundur. Nə ki o qaşıqla götürüb qaba çıxardıb orada köpükləndirməkdənsə artıq bu mənə örnək oldu. Çünki keçən dəfə deməli görün nə qəşəng köpük alınıb. Buna baxın. Görə bilirsiniz ya yox, buna baxın. Çox qəşəng köpük alınıb. Yəni çox razıyam. Fırça performansı super. Müqavimət üstə gəldə elə bil ki üzünüzdə top gəzdirirsiniz. Yəni belə bir effekti var bu fırçada. Bilmirəm. İndi anlayanlar anlayır məni bu deməli mövzuda olanlar belə deyək bu tipdə olan fırçaları istifadə edənlər məni anlayarlar. Budur. Sabunumuzu yaxaladıq. Sərin su ilə. Budur. Çox qəşəng sabundur. Xoşuma gəldi. Qoyuruq qırağa. Aftershave. Deməli biz kremi də vurmalıydıq. Yadımdan çıxmışdı artıq. Kremi də üzümüzə çəkək. Aftershave də deməli olar ki həm qoxudular, amma spirt tərkiblidir yoldaşlar. Spirtin qoxusu birinci hələ mən sirkələdim onu öncədən. Ona baxmayaraq yenə də bu spirt iyi var idi. Spirt iyi gedəndən sonra sabunun hansısa notları gəlir sizə. Budur deməli Svoboda'nın tıraş sonrası kremi. Və üz qırxan haqqında danışacağıq dərhal. Bunu üzümüzə çox qəşəng kremdir. Xoşuma gəlir. Mentol belə qoxusu var. Qəşəng. Xoşuma gəlir. Birazdan xoşlanmışdım. Dünəndən biraz elə bil ki buraxmaq istəyirəm mən bu xəstəliyi. Zəhrim artsa qızdırma qalxmır, maraqlısıdır. Nədir? Qızdırma qalxmır. Amma bütün simptomlar bu qripin var da, yəni o sümük ağrısı, nə bilim halsızlıq falan, hamısı var. Davam edirik yoldaşlar. Deməli üz qırxan haqqında nə deyə bilərik? Demək olar ki, bu bir iştirakçılar haqqında danışdıq. Fırçadır, sabundur, kremdir, aftershave'dir və üz qırxan tiyələr, usta tiyələr, yəni ki hiss edirəm ki orta aqressiyadan biraz aşağı səviyyədə olan tiyələrdir. Amma gündəlik tıraşa məncə yaxşı seçimdir. Üz qırxan demək olar ki üzünüzdə tiyə hiss olunmur. Deməli nəticə olaraq sanki heç üzümü qırxmamışam. Yəni ki belə sadəcə olaraq belə ora-bura gəzdirdim üzümdə üz qırxanı. Yəni ki faktı deyirəm, heç DFS də deyil, DFS mənfi belə bir şey alınır. Yanları biraz pis deyil, amma buralar yəni necə var elə qaldı. Və çox gəzdirmədim, gördüm ki heç ümumiyyətlə tiyəni hiss etmirəm üzümdə. Ona görə yəni ki belə. Nəysə böyük bir gözlənti olmamalıdır bu birinci plitədə. Növbəti hansısa bir gün biz artıq ikinci plitəni də sınavdan keçirdərik. Üstə gəl, bizdə belə bir yeniliyi var burada. Biraz qabağa gedim, önə qaçım.
Yox, onu öz vaxtında sizə göstərəcəyəm, qalsın gələn dəfəyə. Və beləliklə nə deyə bilərəm mən? Gündəlik tiraj üçün və o biri bilfələri də sınaqdan keçirdəndən sonra deyə bilərəm ki, hal-hazırda olan vəziyyət belədir. Gündəlik tiraj üçün, yəni ki, yarıya və təzə başlayanlar üçün hər şeyi bağışlayır. Yəni bütün o sizin belə deyək, əl hərəkətlərinizdə hansısa bir nöqsan olsa, yəni ki, kəsmir, çapıq salmır, heç nə etmir. Yəni ki, çox asandır istifadədə də. Yəni ki, belə sapları müxtəlifdir. Yəni sapın belə deyək, bu uzunluğu, qalınlığı seçə bilirsiniz. 3 dənə yoxsa 4 dənə sap var. Seçimdə üstəgəl qapağı mən özüm seçdim ki, bu skalopda olsun. Yəni ki, belə deyək də hamar deyil, dığır-dığırdır qapağı. Özüm seçdim, amma belə deyək, hamarı da var istəsəz. Və belə CS Kosmetik satıcısı. Çalışaram bu videonun altında, ayarlar bölməsində bütün bu demək, məhsullara keçidləri saxlayım sizin üçün. Məndən bu qədər yoldaşlar, sağ olun, gələn görüşlərə. Sağ olun.